Yəni servis Hı üçün də hı. ayrıca bir marketinq yanaşması mı qoymalıyıq, yoxsa bu sadəcə xidmətdir və yaxud şirkətdən asılıdır və yaxud məhsuldan asılıdır? Servisin çox önəmli yeri var burada. Xüsusən də yeni brenddən danışırıqsa. O dediyim produkt ki var ha, hansı ki düzəldirik ya, sadəcə vurğulamağı unutdum. Həmən produktun içərisində gərək servis də olsun. Servis də olsun, hə. Hə, yəni alıcı artıq hər hansısa bir marketinq aksiyasında mı deyək, ya hansısa bir reklamda deyək, adam hamısını görməlidir. Yəni məhsulu da maliyyələşmə şərtində, onun o satış sonrası xidmətində və sairə, zəmanəti və sairə. Yəni onu çox qısa bir mətndən, çox qısa bir video mu deyək, hər hansısa bir də, yəni informasiya daşıyıcısı harda veririksə onun reklamını, Kontent növü. fərqi yoxdursa, o kontentdə çox qısa şəkildə hər bir şeyi görməlidir. Yəni adamda bir əminlik, inam yaranmalıdır ki, mən bu maşını alıram, cibimə də uyğundur, zövqümə də uyğundur və sabah problem də yaşamayacağam.